Balaca dostlarımız rubrikasının bu dəfəki qonağı sevimli və enerjili İsayev Saiddir. 1 sentyabr 2022-ci ildə dünyaya gələn Said ailəsinin 10 ildən sonra doğulan böyük sevincidir. Onun ən sevimli insanı isə əziz nənəsidir. Onu o qədər çox sevir ki, nənəsinin yanında üzündə daim gülüş olur. Saidin əsas hobbilərindən biri oyuncaq maşınlarla oynamaq və maşın sürməkdir. Sevimli oyuncaq növü də təbii ki, maşındır. Və onun ən çox sevdiyi cizgi filmi isə rəngarəng və maraqlı süjetləri ilə Sini Traktordur. Balacamız hazırda Cahan Uşaq Bağçasında təhsil alır və müəllimlərinin əzizi, sinifinin sevimlisi sayılır. Hələ musiqi dərslərinə başlamasa da musiqiyə böyük marağı var. Melodiyalara çox yaxşı reaksiyalar verir və ritmi hiss edir. Gələcəkdə kim olacağını hələ müəyyən etməyib. Amma biz əminik ki, bu nur üzlü balanın yolu sevgi və uğurla dolu olacaq.